Psixoloji tükənmə sadəcə yorğunluq olmayıb, uzun müddətli stress, həddindən artıq məsuliyyət və emosional yüklənmə nəticəsində yaranan fiziki, emosional və zehni düşkünlük vəziyyətidir. Həmin halı tanımaq və uyğun tədbirlər görmək həm psixi sağlamlığın, həm də həyat keyfiyyətinin qorunmasına kömək edir. Psixoloji tükənmə vəziyyəti uzun müddət davam edərsə, əlavə sağlamlıq problemləri qaçılmazdır. İlk başlanğıcda özünə dəstək üçün nə etmək olar? Bunun üçün sakit bir yer seçin və gözlərinizi bağlayın. İndi özünüzü rahat hiss etdiyiniz bir məkanda təsəvvür edin. Məsələn, dəniz sahili, meşə, dağ və sair xoşladığınız yer ola bilər. Oradakı səsləri, qoxuları və rəngləri xəyal edin. Hər gün 5-10 dəqiqə bu təsəvvürlərdə qalmaqla beyində rahatlıq və təhlükəsizlik hissini artıra bilərsiniz.